cəzalar bizim cəmiyyətimizdə var, bir sosial varlığı, hətta dinimizdə də bu var və biz bu qaydalarla özümüzü tənzimləyirik. Əgər qaydasız bir ev varsa, artıq o cəmiyyətin qaydalarına tabe olmayacaq irəlidə. Vacibdir valideyn evdə də cəza verməyə bacarsın və bu sevdiyi şeylərdən məhrum etmə olmalıdır. Yəni hər gün kompüterdən istifadə etməlidir, amma bu kompüterin saatını aşarsa, sabahçı kompüterdən məhrum olacaq istifadəsindən. Uzun müddətli olunmalıdır. Xüsusən bunu vurğulamaq istəyirəm. Valideynlər bəzən bu cəzanı bir həftəlik edir və ya şantaj fonunda edir. Şərt kəsir. Sən dərslərini yaxşı oxuyacaqsansa mən verəcəm. Bu tip şərt kəsərkən zamanla uşaq şərt kəsməyə öyrənir və zaman keçir özü valideynə qaydalar qoyur. Mən yeməyimi yeyəcəm, mənə parka aparacaqsan, dərsimi oxuyacam, mənə telefon alacaqsan. Əslində bu şərtləri özümüz yaradırıq övladımız üçün. Onun üçün də vacibdir ki, valideyn şərt kəsmədən öncədən xəbərdarlıq edəriksə bu şantajdır. Amma sonradan deyiriksə bu doğru cəzadır. Məsələn, biz öncədən xəbərdarlıq edirik ki, sən kompüterin dəqiqəsini aşarsansa cəza alacaqsın. Amma cəzanın nə olduğunu demək olmaz. Və artıq o səhvi edərsə cəzanı izah edib ona verməli və müddəti çox qısa müddətli olmalıdır. 12 yaşdan yuxarı uşaqlarda bu 2 gün, 1 gündən yüksək ola bilər. Amma 12 yaşa qədər uşaqlardan 1 gündən artıq olmamalıdır. Az yaşlı uşaqlara isə bunu 40-45 dəqiqə cəzalar da olar. Çünki onlarda zaman anlayışı yoxdur. Hansısa bir tapşırıq verərək, hansısa bir sevdiyi bir yoğurtdan və hansısa sevdiyi bir məşğuliyyətdən məhrum edərək istifadə edə bilər və ya nənəsi gilə getməyə, sevdiyi bir park gəzintisindən məhrum edə bilərik və zaman keçdikcə bu tip doğru cəzalar qoyularsa, uşaqlarda kompüter vərdişi artıq öz nizamına salmağa başlayacaq ki, mən artıq qaydanı pozsam, sabahki kompüterimdən məhrum olmaram. Bir də uşaqlarda məktəb dönəmində kompüter valideynə çox zaman altı bazar günləri verirlər və düşünürlər ki, dərs vaxtı mane olmasın onlara kompüter və uşaqlarda məktəbə qarşı bir aqressiya formalaşır. Düşünür ki, məktəb gəldi, mən sevdiyim şeylərdən məhrumam və bunun üçün zaman keçdikcə o hətta məktəb fobiyasına belə gətirib çıxarda bilir. Uşaq məktəbə getməmək üçün özü xəstə kimi hiss edir, ürək bulanmaları, qızdırma hətta süni şəkildə olur, mədəsi ağrır, qarın ağrıları, şikayətləri olur. Valideyn çalışmalı, hər gün verməlidir kompüter, amma yaşına uyğun olaraq 40 dəqiqə hər gün istifadə eləməlidir. Nəinki 6 bazar, 6 saat, 5 saat kompüterin arxasında limitsiz oturmaq və bu zaman keçdikcə uşaq daha çox tənbəlləşir və daha çox biz onu yalana təşviq edirik. Onun üçün doğru gün, hər gün istifadə, amma normasına qəbul etmək. Siz təsəvvür edin, həkim sizə həb yazır, siz o həbbi bir həftə dozasını bir günə qəbul edirsiniz. Nə qədər faydalı olacaq? Heç bir qədər. Yəni mütləq uşaqlarda da bu vacib ki, az-az hər bir şey normasında hər gün lazımdır və o hər gün olarsa motivasiya olacaq ki, mən bugün özümü yaxşı oxuyum, dərslərimi təhvil verim ki, bu sabahki kompüterimi ona istifadə edə bilim və ya kompüter saatımı normal olsun ki, sabah ana mənə yenə icazə versin kompüterdə. Və bu formada biz bugün kompüter olan arzu sabah daha böyük bir arzulara çevriləcək və bugün kiçik sandığımız oyuncağı çox sadə şəkildə 10 dəqiqəyə o üçün dəyərsizləşirsə, bugün gələcəkdə o münasibətdə o üçün dəyərsizləşəcək. Bunun üçün də hər bir şey kiçik yaşlarından başlayır və uşaqları kiçik yaşlarından tərbiyə edəriksə, doğru qiymətləndirəriksə, doğru sistem qoyarıqsa, artıq o gələcəkdə də öz arzularını, öz istəklərini sıralamağı öyrənəcək.